Salam hər kəsə, biz bugün sizinlə kimya 7-ci sinif birinci hissə 2.1 atomun quruluşu, orada olan fəaliyyət və tapşırıqlara baxacağıq. Gəlin baxaq. Burada hələ ki yoxdur. Demək, burada fəaliyyət var. Bu fəaliyyəti də etmək lazımdır. Deməli, keçək. Səhifə 39 olan öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın. Demək, bir də nədir? İngilis kimyası John Daltonun atom maddələrin bölünməz hissəciyidir fikri müasir tədqiqatlara görə düzgündürmü? Atom maddənin bölünməz hissəciyidir. Yəni atom proton, neytron və elektronlardan təbii ki də ibarətdir. Bəli, bölünməz hissəciyidir. Yəni atomu bölünməz hissəciyidir. Keçək ikinciyə. Nə deyir? Səhifə 38-də verilmiş berilyum atom modelini istifadə edərək karbon atomunun proton, neytron və elektron sayını hesablayın. Demək, karbon atomunun. Demək, proton sayına +2, neytrona B plus 1 verilib. Deməli, berilyumu verib bizə. Yəni, A-nı tapsaq A plus 2-ni tapacaq, B-ni tapsaq B plus 1-i tapacaq. Gəlin burada səhifə 38-də verilmiş. Baxın, budur. Deməli, 4 proton, 5 neytron, 4 elektron verib. Deməli, bizim berilyumumuzun proton sayı olacaq 4, yəni A bərabər olacaq 4. Neytron sayımızda olacaq 5, yəni B bərabər 5. A 4-dürsə, bu 6 olacaq. Bu da ki, neytron sayı, yəni B 5-dirsə, onda bu da 6. 6 deməli, karbonun proton və neytron sayı 6 hər ikisi. Keçdik B, 2 elektronlu atomun birinci, digərlərini isə ikinci elektron təbəqəsində yerləşdirməklə karbonun atom modelini dəftərinizə çəkin. 2 elektronu atomun birinci, digərlərini isə ikinci. Bunu gəlin çəkək. Deməli, çəkək. Deyir, hansı istəyir? Yerləşdirməklə karbon atomunu istəyir. İlk öncə bura karbon yazaq. Yəni, iki arasını çəksəydi bəs. Dedik, 6 proton var, 6 neytron varsa 6 plus 6 eləyəcək 12. Deməli, kütlədə də A bərabərdir 12-yə. Deməli, çəkək. Əgər protonu 6-dırsa, elektronu da 6 olacaq. Gəlin, çəkək. Deməli, çəkək. İlk öncə bura protonların və neytronlarını çəkək. Deməli, 1, 2, 3, 5, 6, 7, 8, 9, 10, 11, 12, yəni də proton və neytron eyni olsun. Deməli, gəlin elektronlarını çəkək. Elektron da bərabərdə 6. İlk təbəqəsində 2 dənə, digərlərinə qalanlar 4 dənə qalır. 1, 2, 3 və 4. Və 1, 2, 3, 4, 5, 6 dənə elektron olmuş oldu. Niyə birinciyə 2 dənə çəkirik? Çünki birinci elektron təbəqəsində maksimum 2 elektron yerləşdirmək mümkündür. İkinci elektron təbəqəsində maksimum 8 elektron yerləşdirmək mümkündür. Ona görə də birincinə 2, qalanlarını isə digərinə dedim. Gecə öyrəndiklərinizi yoxlayın. Nədir? Nə üçün proton və neytron şərti kütləsi 1 götürdüyü halda elektron şərti kütləsi təqribən 0 qəbul edilir? Nə üçün deyək? Proton və neytron şərti kütləsi 1 götürülür. Proton müsbət yüklü dediyi, neytron da 0-dır. Elektron isə mənfidir, yəni 0-dan belə balacadır. Ona görə də, yəni neytrondan da balaca olduğu üçün o 0 qəbul edilib. Proton və neytron isə 1 qəbul edilmişdir. İkinci, lityum atomunda 3 proton və 4 neytron olduğunu bilərək onun müsbət, mənfi və neytral zərrəciklərin sayını tapın. Nədir? Müsbət, yəni proton müsbət, mənfi və neytral zərrəciklər. 3 proton və 4 neytron. Baxaq. Müsbətdirsə, deməli protonu istəyir, yəni 3 proton 3-dür. A-ya 3 yazacaq, deməli DNA-yə gedir. Sonra istəyir bizdən mənfi B, yəni elektronu istəyir. 3 proton varsa 3 elektron var, deməli 3, 3 olacaq. Buradan baxan kimi B variantı cavabımız görsənir və bizdən nə istəyir? Neytral zərrəciklərin, yəni neytronu istəyir, o da 4, deməli 3, 3, 4 cavabımız B variantı olacaq. Keçdik 3-cü suala.
Üstə deyir, 4 proton, 5 neytron və 4 elektronlardan təşkil olunmuş berilyum atomunun nüvəsi neçə zərrəciklərdən təşkil olunub? Deməli, 4 protonu var, 5 neytronu varsa, 4 elektronu da varsa, 4, 5, 9, 4, 13. 13 deməli 13 zərrəciklərdən təşkil olunmuşdur. Gəlin digərinə baxaq. 4-cü sual. X, Y və Z-i müəyyən edin. Deməli, atom, elektron təbəqəsi, X, Y, neytron və Z. Deməli, atom verilib, elektron təbəqəsi verilib, sonra neytron verilib bizə və X, Y, Z-i istəyir. Deməli, bizə deyir ki, atom elektron təbəqəsindən və nüvədən ibarət, yəni X nüvə olacaq. Sonra deyir nüvə nədən? Neytron və protonlardan ibarətdir. Y proton olacaq. Elektron təbəqəsi isə elektronlardan, Z də elektron olmuş olacaq. Sağ olun dostlar, hələlik kanalıma abunə olub like atmağı unutmayın.